Salam, Masallı rayon Bambaş Gəncə Cavanşir Qasımoğlu tam orta məktəbin 9-cu sinif şagirdləri. Mən Həsənov Nahid. Mən İbrahimli Sadiq. Mən də Abbasov Murad. Biz Beynəlxalq Saf 2025 festivalına dipdar kateqoriyası üzrə qoşuluruq. Komandamızın adı Saturn. Mən layihəmizin konstruktoru olaraq onu qeyd etməliyəm ki, bizim gəmimizin üstünlükləri bunlardır. Bizim gəmimizin üstünlüklərindən əsas vacib olanlarından biri də ki, onun mürəkkəb relyeflərdə daha çox axtarış edə bilməyidir. Çünki bizim gəmimizin 4 pərdən ibarət olduğu üçün daha da kiçik ölçüyə malikdir. Sonra isə bizim gəmimiz 4 dənə pər və 4 ESC-dən ibarət olduğuna görə burada batareya daha az yük göstərir və bu isə daha uzun ömürlü axtarışlar etməyimizə kömək göstərir. Sonra isə bizim gəmimizdə ən əsas vaciblərdən biri odur ki, bizim daha az maddiyyata başa gəlməsidir. Çünki burada 4 ədəd pərdən ibarət olduğuna görə, 4 ədəd ESC-dən istifadə olunduğuna görə daha az maliyyətlə də başa gəlmişdir. Mən layihəmizin pilotuyam. Bizim gəmimiz 2 cür idarə olunur. Həm manual, həm də avtonom. Avtonom idarədə Pythonda kodlaşdırdığımız süni intellekt istifadə olunur. Manualda isə wireless kontrollərdən istifadə edirik. Mən layihəmizin dizayneriyəm. Ümumi gövdəni 3D şəkildə tinteqatda dizayn etmişik. Bizim gəminin gövdəsi hissələrdə ayrıla bilir. Hər hansısa qəza anında daha tez dəyişməyə imkan yaradır. Gövdəyə birləşik olan qısqası isə çıxarıb taxıla bilir.